Değerli izləyicilər, videomuzun ikinci hissəsi Bərdə maşın bazarı. Baxın, bu cür maşınlar var bazarda. Siz də maşın almaq, satmaq istəyirsinizsə buyurub gələ bilərsiniz. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. 07 maşın satırsınız. Bəli, bəli. Maşınımız da yaxşı maşına oxşuyur. Bəli, salamat maşın. Buyurun, məlumat verin bilək necə maşındır. İli 2008-dir. Çöldən çölə kraskalanıb, steyniyalar yığılıb. 4 təzə təkər, lassa. Nə vaxtdan sizdədir maşın? 10 ildir bizdədir. Yəqin ki, öz adınız olan maşındır. Öz adımızdadır, bəli. Lap yaxşı. Maşınımızın mühərriki nədir? 06-dır. 06-dır mı? Hə. Necədir motorun vəziyyəti? Salamat, top kimi. Yağ azaltma, səs? Yox, heç nə, heç nə. Motoru yaxşı. Korobkası? 5. Atma səs Heç yoxdur? nə, heç nə. Diferdə vəziyyət necədir? Əla. Səsi yoxdur ki? Yox, yox, heç nə yoxdur. Polda vəziyyət necədir? Salamat. Çürüyüb, hasır? Heç nə yox. Ümumiyyətlə Səs olmuyor. kimidir. Yox, heç nə yoxdur. Yox, yəni deyirəm, zədə olmayıb ki, əvvəllərdə. Yox, yox. Danqırat yerləri salamatdır mı? Salamat, salamat. Peredokda səs-küy yoxdur? Yox, heç nə yox. Top kimidir, yığılıb hər şey. Təkərlər yaxşı? Təzə. Hə, bekarcanın diskləri kraskalanmış. Hə, bir dənə diskləri, hə. Qəşəng olar. Maşınımızın dəyişiləni var. Bir dənə qabaq sol qapıdır. Всё, bizdə Vurğun oldu. Yüngül var, vurğu var idi, hə, özüm dəyişdim. Kraska da deyirsiz təzə Hə, vurulmuş. təzə vurulmuş kraskadır. Kosmetik şeylə bilməm yoxdur, eləmi? Yoxdur, yox. Aynalarda vəziyyət necə? Qırıq çat yoxdur ki? Yox, heç nə yoxdur, səs kimidir. Əllə mi qalxır yan aynalar? Yoxsa Yox, düymədir? punofla ilədir, podyumiklə. Düymə ilə qalxır. Hasar da padşey. Dörd yerində çat görürəm. Hə, bir dənə olur. Oturacaqlar qəşəngdir. Yığılıb hamısı. Maşın normal maşındır. Qiyməti? Aparatura sistemi yoxdur, səs. Yox, yox. 4 dinamikdir. Son yeri 6-dır. Altdan aşağı düşmür Yox, olmayacaq. altdan aşağı yeri yox. Görmək istəyəndə Bərdədə görə bilər, elə mi? Bəli, Bərdədə hardasa görə bilər. Əlaqə nömrəsini deyin. 051 316 0909. Allah xeyir versin. Çox sağ ol. Siz də sağ olun. Əməğul Allah xeyir versin. Sağ ol, çox sağ ol. 099. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır maşınınız? Maşın normal maşındır, sürülən maşındır. Biri 98, 3000-ə deyirəm. Sənədləri tam qaydasındadır, heç bir cəriməsi rədarı yoxdur. Taksimetre sığorta təzə olunub. Nə vaxtdan sizindir bu maşın? Maşın hazır 2 ayda almışıq. 2 ayda məndədir. Satış üçün mü almışdınız? Bəli, bəli. Alıb satırsınız. Bəli. Allah çörəyinizi yetirsin. Sağ ol, çox sağ ol. Nəsə xərc çəkdinizmi alandan sonra maşınınıza? Hep xırda para olubdur. Xırda para eləmişəm. Yadda qalmır, amma eləmişəm də. Müəyyən yerlərini eləmişəm ki, Allah adamda sürəndə narahatçılıq olmasın. Maşınımızın mühərriki necədir? Mühərrikində biraz yağ azaltma var. Saniklər dəyişməlidir, klapan saniklər. Motorun özündə kənarlarında yağlar gördüm. Hardansa buraxmır ki? Olsun ki, saniklərini zaten buraxır. Onlar Hə, yəqin ki. kənarlarda da, hə? Çox azaldırmı, yoxsa nə qədərdir? Yox, elə çox azaltmır. Yəni Açılmalıdır mı deyirəm? motor istəyir ki, bir 100 manat, 120 manat dəyərində xərc olacaq. Soyuşmuşam. Korobkası da vəziyyət necədir? Yaxşıdır, korobkası yaxşıdır, qranatları yaxşıdır. Atması yoxdur ki? Xeyr. Qranatların səs-küyü yoxdur? Xeyr. Peredokun millilikdə necə? Yaxşıdır. Çaşkəfədə təzə dəyişir, təzə qoyulub, yenilənibdir. Ekran necə? Ekran da yaxşıdır. İş gedir, amma normaldır. Yaxşıdır da, yəni çox pis vəziyyətdə deyil. Təkərlər normaldır deyə bilirəm, eləmi? Bəli. Təkərlər hələ işlətmək olar. Təkərlər də yaxşıdır. Qabaqlar lap təzədir. Az işləyir. 6 necədir? 6 da normaldır. Elə çürüyü zadı gözümə dəymir ki, çürük zadı. Yəqin ki, olanlar çıxmış olar, hə? Yoxsa heç olmuyor? Yox. Heç demək olar ki, çürük yoxdur. Yəni onlar azmaz olar hardasa. Dəyişilənləri, qapı, krel, kapot. Vallahi belə almışam mən. Yəni məndə heç nə dəyişməyibdi. Yox, sizi heç də təbii ki, siz alıb satansınız, bilərsiniz hansılar dəyişilibdir. Bir də kapot əl gəzdirilməlidir. Kapotda müəyyən yerlər var ki, kapot işlənməlidir. Kraskalarında çatlar görürəm. Hə. Kosmetik işi var maşında. Kosmetik Gözəlləşdirmək üçün belə sürmək olar hələ. Bəli. Aynalar necədir? Qırıq çat yoxdur ki? Yox, yaxşıdır. Şüşələri yaxşıdır. Əllə qalxırlar. Elə düymədir. Podyomnikdir. Önlər düymə ilə qalxır. Bəli, önlər podyomnikdir. İşdən üstündə çuxol var. Yəqin ki, çatlar olub ki, üstün bağlayıblar. Vallahi, açmamışam, yəni qurdalamamışam. Bağlıdır, nəsə bağlayıblar. Oturacaqlar
Normaldır elə biləm. Ha, oturacaqlar yaxşıdır. Qəşəng. İstiyor normaldır. Evet. Əsas maşınımızın qiymətidir. Üç kollanıqdır. Qiyməti də əsas bizim. Real alan adam olsa, yəni maşının yanında razılaşaram. Neçədir start qiymətiniz? Paranı yəni 2800 alır. 2800 sonudur. Bəli, bəli, son olur. Ta 2.6-ya, 2.5-ə inməyəsiniz. 2800. Motorda da iş var da. Yoxsa çıxmısınız onları? Onlara çıxmışam. Biri 98. İstəyən də var maşının. Nə deyim? Əlaqə nömrənizi deyə bilərsinizmi? 051 378 0800 bir dənə də nömrə var. O da 051 965 0550. Hansı rayondasınız? Bərdə rayon. Uğurlar arzu edirəm Çox qardaş. sağ olun, minnətdaram. Siz də sağ olun. Qardaş Allah bazar versin. Sağ ol əmi, Allah köməyin olsun. 099. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? Əmi, yaxşıdır, pis deyil, rahat maşındır. Hamımız tərifləyirik öz Bəli, maşınımızı. yox valla, yaxşıdır. Pis maşın deyil. İli neçədir? İli 93'dür, 1993. 93. Hə, əməli başlı yaşı var ki Hə. maşının. Sizdə nə vaxtdandır? Bizdə hardasa bir 3 ay, 4 aydır bizdədir bu maşın. Alverin eləyirsizmi? Bəli, bəli. Yox, elə bir ki... Nə Maşın bilim, abi. alveri. Bəli, bəli, maşın alveri eləyir. Eləyirsiniz. Bəli. Allah çörəyinizi versin. Sağ ol. Allah yaxşı. Alandan sonra xərciniz oldu maşın? Ondan sonra elə də yox, yüngül var. Elə ancaq elə benzini töküblə sürmüşük. Belə, ayrı heç nə. Yəqin ki sənədlər qaydasında Bəli, var. bəli, hamısı qaydasında. Etibarnamə iləndir. Bəli, bəli. Motor necədir? Nə tərik? Mühərrik, Yaxşıdır. yağ azaltması, Xeyr, səsi. xeyr, heç nə, heç nə. Hamısı normal qaydasındadır. Lap yaxşı. Karobkasında vəziyyət. Bəli, Karobka, yaxşıdır. Atmağı, eləməyi heç nə yox. Hamısı yaxşı vəziyyətdədir. qranatlar. Hamısı yaxşıdır. Atmağı, Yerə toxunun eləməyi. ümumi vəziyyəti necədir? Yaxşıdır, pis Səs-küy deyil. yoxdur ki? Yox, yox. Ekran necə? Ekranda biraz varqalıq işləri olubdur. Təkərlərdə vəziyyət. Bəli, təkərlər biraz zəifdir. Nəm normal, belə də. Qabaqlar yaxşıdır, arxalar. Arxalar biraz Hələ zəif. işlətmək Bəli, olar. bəli, qışı bir xeyra çıxacaqdır. Altında polu. Altında çürüyü zadı heç nə yox. Bir dənə qabaq təkərdə danqrat yerində biraz çürüyü var. O birlərində olanlar da çıxıb yoxsa? Bəli, bəli, çıxıb, hamısı çıxıb. Tərtəmiz. Dəyişilənlərin də deyin də bizə. Dəyişilənləri Qapı, kril, kapot. yox, yox. Dəyişən deyir. Yox, yox, bizdə Sizdə dəyişilmir heç yəni. heç, sizdə 2 ayın içərisində nə Belə yəni dəyişilmiş olar. kosmetik işləri var Var, var, maşınınızın. maşında var, var. Kosmetik işlər Gözəlləşdirmək var. üçün kraskalamaq Bəli, lazımdır. bəli. Aynalarında vəziyyət necədir? Qırıq Aynalarında yox. Heç nə, hamısı qaydasında. ön aynalar əllə mi qalxır yoxsa? Bəli. düymədir? Düymə ilə mənlə mi Düyünədən, qalxır? düyünədən. Kiçik düymə ilə Bəli. qalxır. Şitin üstündə zədələr var elə bilir. Var, var, var. Şitdə də var. Nə bilim mən, kraskalı yerlərində də var. Elə yerlər var ki, belə deyil. Hə, o köpüklüyə Bəli. gedir kaskadan. Var, nə Oturacaqlarda vəziyyət sürülür. necədir? Oturacaqlar da var, nəm cırıqsa yerlərdə belə var. Çikoldadır mı yoxsa özündə? Bəli, bəli, yox, çikolundadır, çikolunda. Özlərinə bilmədiniz yox? Yox, yox, çikolunda. Qiyməti Qiyməti nəmi? Bunu 3-ə deyirik. Belə yəni real alıcı olsa, 3000-ə deyirsən. bəli, 2-8-ə verərik. Maşın çoxdur, amma alıcı 2-5 yox. desələr nə tər? Verərik bəlkə də, yönləşərik. Hansı rayondasınız? Ağdaş rayonu. Əlaqə nömrəsi verin. 051 956 39 91. Allah bazar versin. Çox sağ olun, Allah razı Siz də olsun. sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, Allah razı olsun. 06 maşını satırsınız. Maşınımızı istəyənlər də var idi. Amma nəsə razılaşmadınız yoxsa? Yox, qiymət baxımından biraz da razılaşamadıq, o da görək inşallah. Buyurun, olur. siz məlumat verin bilək necə maşındır. İli 99-dur, motoru karovkası əla, mosunda cüzi səs var. Motor 06-nın öz motorudur, zavod. Karovka da 5-dir, yenə öz karovkasıdır olduğu kimi. Neçə vaxt bu maşın sizdədir? 2 il, ikinci davernüsdür. Aha. Bəs necə olacaqdır? Yenidən davernus vermək mümkündür? Ha, mümkündür. Dostumuzdur, qonşumuzdur, problem yoxdur. Adına olan adam. Aformat olan adam, qonşumuzdur. Sənədlər qaydasındadır. Hər şey qaydasındadır. Alandan sonra sığorta, xərclər peşə. nə olubdu? Nəsə düzəltdirmisiniz maşınınıza? Elektron yamaya qoydurmuşam 180 manata. Yağ təzə dəyişilibdir. Arxa təkərlər təzədir, qabaq təkərlər biraz zəifdir. Motoru yığdırmadınız ki. Motor yox, öz motordur. 06 Motor motorudur. problemsizdir motor. Bir kasada var maşınımızı. Yağ azaltmadır, səsdir. Mümkün deyil, mümkün deyil. Karovka Saat necə? kimi işləyir. Karovka da parmaqla keçir. 4-dür mü? 4-dür. Yox, 5-dir əslində. 5-dir, 5. dəyişilib yəqin ki, yoxsa? Yox, yox, o vaxt zavoddur. beş gəlir? Zavod 5-dir. Diferdə vəziyyət necə? Diferdə yüngülvarı biraz cüzi səs var.
Hansı sürətdə olur? 90-dan sonra. Uğultu Altı kimi. necədir? Altı üstündən təmiz. Danqırat Yəni yerləri altında ideal, mümkün deyil. Yəni çürükdən söhbət gedənməz. Pedokun səs-küyü necə? Pedokda səs yoxdur. Təkərlər də deyirsiniz. Təkərlər, qabaq Təzədir. təkərlər biraz zəifdir, arxa təkərlər idealdır, təzədir. Normaldır. deyək. Normaldır, bəli. Dəyişilənlərini də deyin də bizə. Qapı, krel, Dəyişilən qabaq iki krilo dəyişir, arxa krilo dəyişir. Bir də qabaq panel dəyişilibdir. Düşürmə səbəbindənmi? Bəli. Düşürmədənmi yoxsa vurğu olubdu maşınınız? Vuruq olubdur. Bizdə olmayıb, amma vuruq olubdur, bəli. Kosmetik şey yoxdur. Kosmetik şey yox, bir dənə üzündən palyovka lazımdır. Vəsiyo. Aynalar təmizdirmi? Təmizdir, bəli. Qırıq çat elə bilinən Yox, yoxdur, eləmi? Yox, heç nə Şitin yox. üstündə amma çatlar görürəm. Kişinin üstündə biraz var, bəli. Yüngülvari kosmetik əlcəzləri Yan aynaların dördündə də düymə gördüm. Padyonik motorları var, prosçu qoşturmaq lazımdır. Motorları çıxartmışıq yəni. Ha, indi hazırda əllə qalxıb yenillər. Əllə qalxır yəni, bəli. Oturacaqlar yaxşıdır. Bəli. Oturacaqlarda cılıq sökülür. Yox, mümkündür. Öz Qiyməti də zavod- deyirsiniz Qiymət də ki, qutaranı 5000. 5000. Bəli. Endirim eləməyəsiniz. İnşallah real razı olsa razılaşarıq. 4500-ə verək getsin bunu. 4500 yox. 4800 olsa hə. Hansı rayondasınız? Gəncə şəhəri. Əlaqə nömrənizi deyə bilərsiniz? Nömrəni denən. Sönübdür. Nömrəni denən. 070 342 72 12. Allah xeyir versin. Çox sağ olun, minnətdaram. Sağ ol. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, əziyyət çəkib gəlib çəkilsin. Təşəkkür edirəm. Maşınımız Priora 2172 eləmi? Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? 2015-dir, bez problem maşındır. Nə vaxtdan sizinkidir maşın? 1 il olar. Etibarnamə ilə işlədirsiniz? Dost adam var, onunla da etibarlı. Onun adınadır, mən işlədirəm. Elə. Yəni alqı-satqıda problem olmaz. Heç bir problem yoxdur. Sənədlər necə? Bütün hamısı qaydasındadır. Alandan sonra xərcləriniz nə oldu? Ondan sonra motorun dəyişdim, o remen qırılanda klapan vurmaz. Klapan əyməyən. Hə, ona belə müəyyən qranat dəyişdim, belə xərclər oldu. 175 min göstərir probel. Nə qədər orijinaldır bilmirəm. Nə üstündə odur da, mən yalandan sahişini deyəmlər. Amma belə vidindən fasonuna baxsan ki, mən probyekti uyğundur. Mühərrikin yağ azaltması, səsi. Yox, heç nə. Yoxdur, elə bir şey yox. Mühərriki yaxşı. Hə. Karovkası. Super vəziyyətdir. Karovka, təkərlər təzə, hamısı normaldır, yaxşı. Mexanikadır da karovkası. Bəli, bəli. Bunların elə biləm avtomatda da var. Ha, bu mexanikadır. Atma səs yox. Yox, heç nə yoxdur. Peredokda səs küy necə? Heç nə. Super Granatları, əladır. təkərlər yaxşıdır. Təkərlər də yaxşıdır, belə də. Altında cədə yox, polunda. Yox. Sürük, kaplit sürük yox. Dəyişiləni varmı? Dəyişəni yox, amma oradan-buradan kraska dəyən yeri var. Krel, kapot tam sözünükilər. Özününküdür. Germetikasına qədər hamısının üstündədir. Yəni udar söhbəti yoxdur maşının. İndi hazırda kosmetik iş yoxdur. Yox, var belə. Görsə burada fikir versə bu burada iş yerində. baklovka zat yox. Hə, bu ferlərində Hə, belə zədələr var. özü belə Yüngül şeylər var, o da yüngül var. Hə. qəşəngləşdirmək istəyən üçün də. Hətta belə mən sürürəm də, mənim üçün normaldır. Aynalar təmizdirmi? Qırıq-çat yoxdur. Yox, çartı zad yox, heç nə yox. Dördündə də düymə gördüm aynaların. Dördü də padyomnikdir. İşləyirlər. İşləyirlər, dördü işləyir. Maşında nə varsa kondisionercə hamısı işləyir. Kondisioner də var da bunlarda. Kondisioner, avtopilot, hamısı işlək vəziyyətdədir. Yanacaq sərfiyyatında deyin də, bəlkə kimsə bilmir. Dələr qırmızı işıq yanarkən polunu bak eləyirəm. Bilmirsən nə qədər Yox. Qırmızı işıq yanında polunu bak eləyirəm. Həftədə bir dəfə bəs eləyir, yoxsa? Eləyir, elə çox sürmürəm. Probleminə görə deyirəm. Elə çox sürmürəm. Səs sistemi də özününkidir. Özününkidir. Maşınınızdakı da, oturacaqları da ki, elə biləm təmizdir. Təmizdir, yox, cırıq söküyü yoxdur. Təmizdir, həm də içində nə qızdırıcı da var. Qızdırıcısı da var. Bəli. Əlavə məlumat almaq istəyəndə yəqin sizinlə əlaqə saxlaya bilər. Bəli. Nömrənizi deyin də. 051 682 09 96. Hansı rayondasınız? Bərdə. Qiymətini dedik. Qiyməti 11700-ə verərəm, amma pul ehtiyacdır, ona görə satıram. 11700. 11500 verən olsa bəs. Bəlkə də razılaşarıq. Əsas o da əlaqə saxlasın. Əsas o da əlaqə saxlasın, bəli. Uğurlar arzu edirəm qardaş. Sağ ol, var ol, Allah sağ dəyməsin, Allah sənin canını sağ eləsin. Təşəkkürlər, sağ olun. Sağ ol.